Bu əlhəmdülillah Ramazanda 4 dənə cümə günü görəcəyik, 4 cümə və cümə həmçinin özü mübarək gündür. Düşəcək bu Ramazan ayındakı mübarək günlərə, orada duaların qəbul olunduğu vaxt var. Ümumən bu ay bərəkət ayı olacaq, bu ay mübarək olacaq, bu ayda xeyirlər sayılmaz, bu ayda xeyirlər, yəni insan oturub saysa, onu sayıb qurtara bilməz. Və həmçinin qardaşlar, mühüm məsələlərdən hansı ki toxunmaq lazımdır. Bu ay Quran ayıdır və bu ayda mütləq və mütləq Quran oxumaq lazımdır və mütləq bacardığın qədər Quranı xətm eləmək lazımdır, gücün bacarırsansa və inşallah ki bacarmalısan. Niyə də bacarmayasan? Çünki yəni ildə bir dəfə heç olmasa Quranı xətm eləmək yəni gözəl olar, daha yaxşı olar. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Cibril əleyhissalama hər ay Quran oxuyardı. Ramazan ayında xüsusən öldüyü il isə 2 dəfə oxuyub, hətta da dəqiqləşdirmək üçün. Bu ayda Quran oxumaq mühüm məsələlərdəndir, əsas məsələlərdəndir və sələflərin həyatına baxsaq, onların Ramazanla olan münasibətlərinə görərik ki, biz çox naqisik və bəzi salihlər deyərdilər ki, artıq Ramazan yaxınlaşanda, yəni onlar bütün işlərini saxlayardılar və yəni daxil olardılar Ramazana və Quranla və ibadətlə keçirərdilər, məscidlərdə olardılar. Hətta yəni bu aydan yəni bağışlanmış halda, böyük əcrlər götürülmüş, çıxmış halda, yəni bu ayı tamamlasınlar və Peyğəmbər sallallahu əleyhi və səlləm hədisinə düşməsinlər ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, yəni bu aya daxil olub, bu ayda bağışlanmamış çıxan adamın burnu yerinə sürünsün. Hansı ki bu duanı mələklərin ən əzəmətlisi Cibril eləyib və insanların ən xeyirlisi Muhammed sallallahu əleyhi və səlləm isə amin deyib. Yəni bu məsələ mühüm məsələlərdir və salihlərin sözlərinə fikir versən Ramazan barədə görərsən ki, onlar bəziləri ümumiyyətlə gərək biz dünya işlərimizi biraz xəfifləşdirək Ramazanda, yəni işləməyi xəfifləşdirək, həm yəni ibadətimizi yəni zorla etməyə deyənə, yəni yorğun, arğın, bəzən deyərsən ki, tez iftar gəlsəydi filan, bu niyyətləri düşünmək üçün elə ki, qoy sənin üçün yüngüllük olsun, sənin üçün rahatlıq olsun. Bu ay təkcə bu ay gələn aylarda yenə yəni öz işini davam elətdir və dünyadan nəsibini unutma. Və həmçinin biz eşitmişik salihlərdə, onlar Ramazan ayında artıq dükanlarını bağlayardılar, baqqallarını bağlayardılar və xüsusən də yəni Quran üçün ayrılardılar, ibadət üçün ayrılardılar. Biz də gərək onlardan az da olsa yəni nümunə götürək və onlardan ibrət götürək, bacardığımız qədər bu ayda yəni dünya işlərindən bacardığımız qədər uzaqlaşaq. Təbii ki, demirik ki, heç kim yəni ki, dünya işləməsin, acından ölsün, yox, sadəcə olaraq elə hazırlasın, eləsin ki, yəni düşünsün ki, artıq bir neçə ay qabaq ki, Ramazana daxil olacaq, mən gərək tədarükümü qabaqcadan görəm. Əgərlərim insan xeyir istəyirsə və yəni özü üçün savab, özü üçün çoxlu yəni Allahın əcrini istəyirsə, mükafatını istəyirsə, mən elə düşünürəm ki, bunu eləmək elə də çətin bir şey deyil. Çünki dünya işlərinə bir neçə ay qabaq planlaşdıranda alındıra bilirik, tutuzdura bilirik, yerinə qoya bilirik. Lakin Ramazan da ondan daha əfsəl, ondan daha yəni xeyirli bir aydır. Ona görə mən öz nəfsimə və sonra qardaşlara nəsihət edərdim ki, Allah Taalaya bu ayda daha çox yaxınlaşsınlar, daha çox dua etsinlər, daha çox ibadət etsinlər və Allahdan istəyərdim ki, Allah Taala bizi yəni bu mübarək aya çatdırsın və sayılı günlər qalıb